Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adıyla və yadıyla. Siz əziz yoldaşlara, sirdaşlara salam ərz edirəm. Müəssisəyi Elm-i Hikmət-i Azərbaycanın bir görevləri bizim məfaxirimizdən təclilləməkdir. Yəni o böyük insanlar, şəxsiyyətləri ki bizim toprağımıza, bizim yurdumuza, bizim xalqımıza, bizim yazıçılarımıza, bizim araşdırmalarımıza, bizim incəsənətdə işləyənlərə, bizim aşıqlarımıza, bizim musiqimizə qədəmlər götürüblər, qələmlər götürüblər, canlarından, mallarından xərcləyiblər. Onlardan təşəkkür etmək Elm-i Hikmət müəssisəsinin bir görevlərindən sayılır. Ona görə bir dahi şəxsiyyət ki bu xüsusda tanınmış bir insan olaraq Azərbaycan yurduna, onun qəhrəmanlarına, mühəqqiqlərinə, alimlərinə, aşıqlarına qədəmlər götürübdür, Ustad Poladdır. Baxmayaraq ki, bu insan danışıqda bir azca iti danışar, olmuş olsa da yaman da deyər. Axı yaman idin bəzəyidir. Yaman olmasa məğz, dağlar partlayar. Amma hər halda bundan keçsək, mən çox xoşluram ki, bir azca onunla bağlı, onun düşüncəsi ilə sizinlə paylaşam. Əzizlər, bu insan bizim ədəbiyyatımızda, bizim folklor ədəbiyyatda, aşıqlar incəsənətində çoxlu çalışmaları olubdur. Çoxlu mali yardımları olubdur. Baxsaz, neçə CD-lər bu insan çıxaldıbdır. Ala gözlüm, demək olar, aşıq havaları Dədə Ələsgərin şeirləri ilə neçə oxuyanların burada demək olar havalarını, ahənglərini, şeirlərini yığıb yığışdırıbdır. Bu bir CD-də olaraq, burada da İranın aşıqlarının o görüntü məcmuələridir ki, burada yığışıbdır bu CD-də. Demək olar, o birisi CD-də Aşıq Qurbaninin şeirlərini burada yığıb yığışdırıbdır. Əziz dostumuz Döktür İbadi Alışıq da burada zəhmətlərindən yeri var ki, mən öz növbəmdə təşəkkür eləyəm. Bu insan müxtəlif sahələrdə kitablarda ya yazıbdır, ya yazanlara dəstək olubdur və belə bir məcmuələr hazırlanıbdır. Nitrat və nitrit adında. Xub, insanın sağlamlığına bunun təsiri nə ola bilər? Ya bir ayrı kitabda məğz və əmvac-ı məğzi. Bu mövcular bizim yaşayışımızda nə etki bağışlayırlar? Biz aram olmaq üçün bu mövcularla necə davranmalıyıq? Bu demək olar bir para məğz, əsab uzmanları ilə əyləşib və belə bir elmi təhqiqlərə əl qoyub və kitab qalibində bunları neyniyibdir? Gətiribdir. Sonralıqda bu kitabı ki, mən özüm də çox onu sevirəm və bundan həmişə yararlanmışam. 730 kilid səlamətdir. Demək olar ki, burada
470 nüqtə vardı ki, insanın cismi necə salim ola bilər. 110 dənə nüqtə vardı ki, insanın ruhu, rəvanı necə salim qala bilər, mənəviyyəti necə dada bilər. 110 dənə burada nüqtə vardı ki, insan toplumsal yaşayışda necə salim qala bilər. 40 dənə də nüqtə vardı ki, insanın ilgisi təbiətlə, evrənlə necə ola bilər. Burada nə mənədir? Bu kitabda gəlibdir. Sonralıqda 2 cildidə burada kitablar vardı ki, demək olar tarix, ədəbiyyat, musiqi, aşıqi, demək olar bir aşıqların danışnaməsi olaraq burada aşıqlarla bağlı nağılları, əski zamanlarda türklərin nağıllarından, Manas nağılından, aşıq nə cür gəlib, baxışlar nə mənədirlər, uzanlar kimdilər. Bu kitabda bir Dairətül Maarif olaraq bu kitab gəlibdir. Bu birisi cildidə 285 ozanın, aşığın yaşayışı burada gəlibdir. Dədə Kərəmdir, Aşıq Qəribdir, Xəstə Qasımdır, demək olar. Çoxlu aşıqlar var. Aşıq Əziz Məzrəlidir, Aşıq Musa Səfəroğludur, Aşıq Fərzəlidir, Aşıq Rüstəmdir, Aşıq Musa Salihoğludur, Aşıq Bəylər Qədrovdur və bunun demək olar həm yaşayışından gəlibdir, həm bunların o tanınmış, seçilmiş şeirlərindən, mahnılarından burada gəlibdir. Məncə çox dəyərli bir əsərdir. Yəni bu demək olar bizim aşıqlar sənətimizi tarix boyu qalarğı eləyibdir. Sonralıqda bu insan çox zövqlu olaraq gəlib bir sıra posterlər çıxaldıbdır. Məsələn, bu posterə baxsaz görürsünüz ki, burada yazıbdır Əndərz 5000 salı 5000 illik öğütlər. Ən birincisi budur ki, xudət ra beşnəs, özünü tanı. Yəni mən o söhbətləri ki, milli fəlsəfədə, milli hikmətdə, milli İslamlıqda aparıram. Onun bir dayanacaqlarından birisi budur ki, əleykum ənfusəkum. Mən ərəfə nəfsə fəqət ərəfə Rəbb. Kimsə özünü tanısa, Tanrısını tanıya bilər. Get özünü tanıcınən, öz içərində olan Allah'ı kəşf eləcinən, öz içərində olan dünyavı kəşf eləcinən. Bu gəlib burada nədir yazıb? Xodşənasi, xudaşənasız. Yəni sən özünü tanımasan, Tanrını da tanıyamayacaqsan. Özünü tanı, özünü qəbul elə, özündən sülhə çatcınan. Çون mən ki solhəm daimən ba in pedər, in cəhan çون cənnət əstəm dər nəzər, Mevlana deyir. Mən özümlə sülhə çatsam, bütün aləmlə sülhə çatacağım. Ya bu insan ki 80 yaş olaraq ağır təcrübələr ələ gətirib, demək olar onları ekonomi sahələrində, siyasət baxımında, elm sahələrində, yaşam tərzində bunları neyniyib ucuz bizlərin ixtiyarına qoyubdur. Ki burada bu posterdə gəlir ki, Dəlail müvəffəqiyyət elmi iqtisadi Azərbaycaniha dər İran və Cəh. Azərbaycanlılar dünya üzərində, İranda niyə toplumsal, ekonomik uğurlara əl tapıblar. Bunları nə mənədir? Burada gətiribdir 23 dənə demək olar amilləri ki, səbəb olur, nədənləri ki, bir Azərbaycanlı türkü uğurlara qovuşdurur. Onların birisindən budur ki, bu iqtisadi şəmm vardı.
ticarətdə düz davranır, özgüvənliyi vardır. Demək olar, uzaqları düşünür, sonuçlara baxır, toplumda olan qanunlardan təbəyyət eləyir, hər zaman çalışır elmini artırsın, çabalarını çoxaltsın, cismi güclərini artırsın. Eyni halda demək olar ki, qənaətçil bir insan olsun, məsrəfdə də qənaətçil olsun, Tanrıya imanı olsun. Belə şeylər burada təcrübələrdir ki, gəlibdir. O birisi posterlərdən baxmaqdan görürük ki, gəlir ki, ən yaxşı miras dədələr uşaqlara nə qoya bilərlər? Dədələrin uşaqları üçün ən yaxşı mirasları nə ola bilər? Orada gəlibdir ki, bunları uşaqlara öyrətməlidirlər ki, ən yaxşı yol budur ki, xalqa sən xidmət eləyəsən. Burada gəlibdir ki, təbiət bizim anamızdır. Təbiət anamız olaraq onu qorumalıyıq. Sır saxlamalıyıq. Sırlar gərək ürəklərdə qalsın. Keçmişlərdən öyrənməliyik. Gələcəyə keçmişlərdən dərs almalıyıq. Halal ruzi ələ gətirməliyik. Burada axtaran tapar gəlibdir. Biz axtarmalıyıq, tapmalıyıq. Və 26 dənə burada dərslər gəlibdir ki, bir dədə eləyə bilər bunu uşaqlarına neynəsin, öyrətsin. O birisi posterlərdə baxırıq, görürük ki, iş ilə yaşayışa cavanlar istəyərlər, uğur qazanarlar işdə, yaşayışda hansı nüştələrə, hansı sütunlara onlar dayanmalıdırlar. Burada 30 dənə sütun gəlibdir. Yəni ticarəti burada belə anladır bizə. Tıyı tərbiyyətdir. Necə demək olar, tərbiyyət tapa bilərsən. Cıyı cəsarətdir, cürətin olmalıdır. Əlifi insafdır, insafın olmalıdır. Rıyı rəfətdir, mehribançılıq eləməlisən. Tıyı da təcrübədir. Burada nə edibdir? Bunları gətiribdir. Xub, vaxtımız az olaraq burada posterlər çoxlu mənalar daşıyırlar. Bunlara baxsaz, ailələrlə bağlı burada nüştələr gəlibdir. Ya kainatın bir səfəri olaraq hardan sən bilet almalısan, nəyə minməlisən və nə ilə getməlisən? Birinci dərəcəli bilet, ikinci dərəcəli bilet, üçüncü dərəcəli bilet. Bunun etibarı o kartı ki lazımdır bu səfərdə sənə, insandır, onun vəzifəsi insanlıqdır, məhəbbətdir. Sənin tabiyyətin də yer kürəsidir ki, biz bu yer kürəsinə bilet ilə gəlirik və buradan çıxmağa hansıları ələ gətirməliyik. Təhcə şey ki, burada bizə deyilir odur ki, yaxçı ad qazanmalıyıq, yaxçı ad ələ gətirməliyik. Aşıqların xidməti ilə bağlı burada posterlər vardı ki, demək olar gəlibdir, onlar hansı mücəssəmələr hardan tapılıbdır, muzələrdə harda qalır, harda saxlayırlar, xidmətləri bunların neçə ildir. Xub, bu posterlərdən biz keçsək, o ki, mənim öz bəhslərimlə ilgilidir, bu ustadın Qur'anla işləməkdir. Qur'anda bu üç haqqə qaildir, haqqun nasdır, haqqun nəfsidir, haqqullahdır. Və tövsiyələr bu bəhslərdəki o CD-ləri vardır və o CD-lərdə də vurğuluyur. Odur ki, biz bir müsəlman olaraq haqqun nası riayət eləməliyik. Bu haqqun nas müxtəlif sahələrdə özünü göstərə bilər. Danışmaqdan tut, baxmaqdan tut, eşitməkdən tut, davranmaqdan tut. Ona görə görürsünüz ki, bir para o elmi təhqiqatı müəssisələr gəliblər İslamı o
çərçəbəyə salıblar, bir para meyarlar veriblər. Deyiblər ki, biz bir toplumu hardan tanıya bilərik ki, bu toplum İslami toplumdur. Ya biz bir insanı hardan tanıya bilərik ki, bu insan bir Müslümandır ya müsəlmandır. Orada o meyarlar gəlibdir. Ən birincisi budur ki, bu insan yalan danışmamalıdır. Bu insan riba olmamalıdır, riya olmamalıdır, oğurluq olmamalıdır. Bunlar demək olar o İslamın usullarındandır ki, bu ustad orada Haqqun Nas CD-lərində və çoxlarını ki 60-dan da çoxdular, orada neyniyibdir, sayıbdır, gətiribdir. Hər halda belə bir insana və buna tay və buna oxşar insanlara ki, bizim ədəbiyyatımıza, bizim hikmətimizə, bizim fəlsəfəmizə, folklorumuza qədəmlər götürürlər, izlər qoyurlar, mali yardımlar eləyirlər, qələmlərlə yardımlar eləyirlər, cəsarətləri ilə, cürətləri ilə yardım edirlər. Bizim mədəni haqlarımızı diritməkdə çabaları, çalışmaları olur. Öz növbəmdə dərin minnətdarlığımı bildirirəm. Sağ olasınız, var olasınız.